Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kethiran tayyiban mubarakan fih. Allahumma subhanaka la ilme lana illa ma allamtana. İnneke entel alimul hakim. Allahumma nusni aleyke bil khayri kullih. Ve nusni aleyke bi asmaik. Ve nusni aleyke bi sıfatik. Allahumma lekel hamdu kulluh ve leke şükru kulluh. Ve lekel mulku kulluh ve biyedikel khayru kulluh. Allahumma salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve men ihtede bi hedih ve istenne bi sünnetihi ila yevmiddin emmâ ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Deməli, yenə dərslər davam edir, qardaşlar. Allah təbarək və teala izni ilə. Bugün inşallah alimlərdən birinin vəsiyyətini danışacağım, yəni oxuyacağım daha doğrusu. Böyük alimlərdən biri vəsiyyət edir və baxdım, əlhamdülillah, yəni faydalı vəsiyyət olduğuna görə, yəni fikirləşdim, yəni hər birimiz faydalanaq. İlk növbədə yəni, özümə aid edirəm və sonra hər birinizə və həqiqətən də yəni dəyərli vəsiyyətdir və Allahdan istəyirəm ki, yəni bizi alimlərin vəsiyyətindən yapışanlardan etsin. Amin. Deməli, şeyx buyurur, rahiməhullah, usikum ya əxi və nəfsi təqvallah. Ey qardaşım, özümə deyir və sonra sənə Allahdan qorxmağı vəsiyyət edirəm. Yəni, ilk növbədə bu nəsiyyət edir, təqvalı olmağı. Və buyurur Allah Teala, və mən yettəqilləh yecəl ləhu məxrəcə. Hər kim Allahdan qorxarsa, yəni təqvalı olarsa, Allah Teala ona bir məxrəc verər, çıxış yolu. Və yarzuqhu min haythu la yahtəsib və onun gözləmədiyi yerdən onu ruziləndirər. Və başqa ayədə buyurur: "Və men yettaqillah yec'al lahu min amrihi yusra." Hər kim Allahdan qorxarsa, təqvalı olarsa, Allah Teala onun işlərini asanlaşdırar. Və sonra buyurur rahimehullah: "Və usika bi ithari ta'atallahi Teala və ictinabi muhalafatihi." والإقبال بالكلية عليه وترك ركون إلى الخلق والاعتماد عليهم. Vəsiyyət edirəm ki, Allah'a itaəti üstün tutasan hər bir şeydən və ona müxalif olmaqdan çəkinəsən və bütün canınla ona tərəf yönələsən və insanlara etimad etməyi tərk edəsən. Yəni, insanlara bel bağlamayasan, Allaha bel bağlayasan. Bəl yəkunu rücu'uk ilallah i'timaduk və təvəkkülük aleyh. Qayıdışın, etimadın, təvəkkülün yalnız Allaha edəsən. Allah Teala buyurur: "Və mən yetəvəkkəl alallah fəhuvə hasbuh." Hər kim Allaha təvəkkül edərsə, Allah ona bəs edər. وَعَلَمَ أَنَّ الْخَلْقُ كُلُّهُمْ عَاجِزُونَ وَمُدَبَّرُونَ وَمَنْ عَجَزَ عَنْ نَفْعِ نَفْسِهِ كَيْفَ يَقْدِرُ عَلَى نَفْعِ غَيْرِهِ. Və bil ki, yaradılmışların hamısı, yəni məxluqatın hamısı acizdir və idarə olunandır. Və özlərinə fayda verə bilmədiyi halda sənə necə fayda verə biləcək? Yəni, onlara çox bel bağlama məxluqata. Özləri acizdir. Özləri acizdir, onlara çox etimad etmə. Ona görə sələflərdən bəzisi buyurub ki, İstiğathətul məxluq bil məxluq kəstiğathətil məscun bil məscun. Məxluqun məxluqla kömək istəməsi sanki deyir, həbsdə olanın digər bir həbsdə olandan kömək istəməsi kimi eynidir. Yəni, bu həbsdə olan digər həbsdə olandan kömək istəyə bilər. İstəsə verə bilər, heç biri. Yəni, bu da həbsdədir, zindanda bu da həbsdədir. Yəni, sanki deyir, məxluqun məxluqdan kömək istəməsi, yardım istəməsi bu misaldadır. وَانْظُرْ أَنْ لَا يُشْخِلَكَ عَنِ اللّٰهِ تَعَالَ أَهْلِ وَلَا مَالِ وَلَا وَلَدْ فَتَقْسِرْ عُمْرَكَ. Və deyir, bax həyatı var ki, səni, malın, var dövlətin, oğul uşağın səni Allaha itaətdən yayındırmasın, xüsrana düşənlərdən olarsan. Buyurur Allah təbarəkə və teala: "Ya eyyuhellezine amenu la tulhikum amwalukum və la auladukum an zikrillah." Allah Teala buyurur: "Ey iman gətirənlər, sizin övladlarınız, var dövlətiniz, malınız Allahı zikirdən yayındırmasın. Allahı zikir etməkdən yayındırmasın." İmam Tabari rahiməhullah öz təfsirində gətirir,
Allahı zikr etməkdən, yəni 5 vaxt namazdan. 5 vaxt namazdan tabinlərin sözünü gətirir və buyururlar ki, yəni burada zikir 5 vaxt namazdır. Yəni malın, var dövlətin, övlad, uşağın səni namaz qılmaqdan yayındırmasın vacibləri. Əgər belə etsən, və mən yəfəal zəlik, kim bunu edərsə, yəni kimin malı, övladı onun namazından yayındırarsa, fəuləikə humul xasirun, onlar xüsrana düçar olanlardır, xəsarətə düşənlərdir. Ona görə fikir vermək lazımdır ki, vaciblərdən yerə saxlamasın. Bizdə görürsən, çox təəssüflər olsun. Yəni, uşaq, ailə, var dövlət, iş, fərz namazlarına saxlayır səni. Yəni, öndə var dövlətdir, uşaqdır. Uşaqla məşğul olmaq, parka aparmaq, gəzdirmək. Hansı vaxt? Fərz namazların vaxtında. Olmaz. Fəuləikə humul xasirun deyir. Və mən yəfəal zəlik. Kim bunu edərsə, onlar xəsarətə düçar olanlardır. Və sonra buyurur ki, Şeyx Rahimullah vəsiyyətini vəttəbi' sünnətin Nəbi sallallahu aleyhi ve sellem fi kulli əf'alikə və iyyəkə və müxalifəti sünnə fīmə təqqa və cəl. Deyib, Peyğəmbər sallallahu aleyhi ve sellemin vəsiyyət edir Şeyx, sünnətindən bərk yapış və ona müxalif olmaqdan çəkin, hətta xırda bir şey olsa belə. Xırda bir şeydir, müxalif olma. Yəni, baxma ki, bu xırdadır, yəni, burada müxalif olsam nə var ki? Yox. Peyğəmbər sallallahu aleyhi ve sellem yoluna müxalif olmaq olmaz. Ən aşağı, ən az bir şey olsa belə. Çünki Allah Teala buyurur: فَلْيَحْذَرِ الَّذ۪ينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ اَنْ تُصِيبُهُمْ فِتْنَةً اَوْ يُصِيبُهُمْ عَذَابٌ أَلِيمٌ. Ona müxalif olanlar qorxsunlar qoy ki, onlara müsibət, fitnə və onlara əzab gəlsin. Yəni, müxalif olsan, səni fitnə və əzab gözləyir. عَوِّدْ نَفْسَكْ صُحْبَةُ الْأَخْيَارِ وَتَبَعُدْ عَنْ صُحْبَةُ الْأَشْرَارِ. Sonra buyurur ki, Rahimullah, öz nəfsivə can atdır ki, xeyirli insanlarla yoldaşlıq edib, şər insanlardan çəkinəsən. Yəni, özünü düzəlt ki, özünü elə et ki, sənin ətrafın xeyirli insanlar olsun, şər insanlar olmasın. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, mən təşəbbəhə bi qavmin fəhuvə minhum. Hər kim bir qövmünə özünü oxşadarsa, o da onlardandır, deyir. Yəni, pislərə özünü oxşatsan, sən də pislərdənsən. Yaxşılara oxşatsan, sən də yaxşılardansın. Və başqa hədisdə buyurur Peyğəmbər sallallahu aleyhi və səlləm, əl-mər'u mə'mən əhəb. Hər bir kəs sevdiyi ilə bir yerdədir. Kimi sevsən, onunlasan. Bizdəki müsəlmanlar, yəni bəla burasındadır ki, həlak edici vəziyyət budur ki, bizdəkilər bəzi məşhur insanları sevir, kafirləri. Görürsən, hansı adlı, sanlı, şöhrətli insanlara, yəni insan, müsəlmanlar meyl edir. Ona oxşadır özünü. Saçını düzəldir, bərbəzək verir, köynəklərini alır. Yəni insan meyl edir buna, kafirlərə. Kafirlərə özünü oxşatmaq. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem öyrədib ki, əl-məru mə'mən əhəb. Hər bir kəs sevdiyi ilə bir yerdədir. Sən çalış, salih insanları sev. Salihləri sev, ibadət abidləri sev, zahidləri sev, peyğəmbərləri sev. Peyğəmbəri sev sallallahu aleyhi ve sellem, sahabələrini ki, qiyamət günü onlarla bir yerdə olasan. Ona görə sələflərdən biri buyurur ki, yəni mən sahabələr qədər edə bilməsəm də əməl ki, onlarla bir yerdə cənnətdə olum, bu hədis məni arxayinləşdirir ki, ümid yeri qoyur ki, qiyamət günü bəlkə onlarla bir yerdə olum, çünki onları sevirəm. Budur ümid yeri. Mən sahabə qədər edə bilmərik əməl. Hətta onların getdiyi mənzilə çataq. Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisi ki, insan sevdiyi ilə bir yerdədir. Yəni, biz də ümid edirik ki, və Allah təbaraka və teala da istəyirik ki, ya Rabbi, biz də sahabələri Peyğəmbər sallallahu aleyhi ve sellem sevirik, bizi də onlarla bir yerdə et. Və sonra buyurur ki, Əbu Turab rahiməhullah, suhbətul əşrar turithu su'izzən bil əxyar. Gözəl bir söz deyir, rahiməhullah, deyir ki, şər insanlarla ünsiyyətdə olmaq sənə xeyirli insanlar barəsində suizzənnə aparır. Yəni, insan nə qədər şər insanlarla ünsiyyət qursa, yoldaşlıq etsə, bir o qədər də yaxşı insanlar haqqında pis zəndə olur. Elə bilir ki, pisdir da hamısı. Yəni, yaxşı deyəndə yaxşılığı itir. Suizzənn edir yaxşılar haqqında. Ona görə gərək ətraf yaxşı insanlar olsun. Salih, xeyirli insanlar olsun ki, yəni, hətta həlakə doğru getməyəsən. Və sonra buyurur
rahiməhullah, dünya zinətlərinə çox baxma, meyl salma. Yəni, dünyanın ləzzətlərinə. Çünki nəyə görə? Yəni, Allahın neymətlərini sənin gözündə alçaldır. Allahın neymətlərini sənin gözündə alçaldır. Ona görə Peyğəmbər Allah Teala buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə: "Və la tamuddannə ayneyke ilə ma mətta'na bihi azwajan minhu zahratal hayatid dunya linaftinahum fihi və rizqu rabbika xeyrun və abqa." Yəni kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyini verdiyimiz şeylərə gözünü dikmə, deyir Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni biz kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyini verdik. Sən ona gözünü dikmə, deyir Allah Teala Peyğəmbərə, deyir sallallahu əleyhi və səlləmə. Nəyə görə? Və rizqu rabbika xeyrun və abqa. Sənin Rəbbinin ruzisi daha xeyirli və daha qalan, əbədidir. Yəni onlara allanma. Yəni, dünya həyatının zinətinə allanma. Peyğəmbər sallallahu əleyhi və səlləmin belə öyrədir. Sonra buyurur rahimehullah: "Talib nəfsək bimə huvə əvlə." Bu da çox mühüm nəsihətdir, vəsiyyətdir qardaşlar. Buyurur ki, öz nəfsivi nə ki öndə, nə ki sənə daha lazımlıdır, onu etməyə sərf et. Yəni, sənə bu dünyada nə daha öndədirsə, nə daha vacibdirsə öyrənmək, sən çalış onu öyrən, onu sal qabağa. Yəni, ikinci, üçüncü lazım olan şeyləri yox. Nə ki birinci sənə lazımdır, sən onu elə. Və talib nəfsək fi kulli vaxti bimə huvə əvlə bik fi zəlikəl vaxt. Hər bir vaxtda, nə ki o vaxtda tələb edir ki, sən o vaxtda əməl edəsən və öz nəfsini çalışdır ki, o vaxt üçün əməl edəsən. Yəni, nəfsini elə öyrət ki, o vaxtlarda ki, ibadət etmək əfsəldir, sən öz nəfsini çalışdır ki, o ibadəti edəsən. Misal üçün, sübh namazından sonra günəş çıxana qədər ən əfsəl vaxt, ən əfsəl əməl nədir? Qalıb zikirləri etmək. Yəni, sən nəfsini çalışdır ki, o vaxt üçün əvlə hansıdır, daha layiq, onu edəsən. Yəni, bu çox mühüm nəsiyyətdir, vallahi. Yəni, insan öz nəfsini hər vaxt üçün ən əfsəl ibadət etməyə çalışdırmalıdır. Müəzzin azam verir, ən əfsəl əməl hansıdır həmin vaxt? Bəli. Azanın sözlərini təkrar etmək. Öz nəfsini çalışdırmalısan ki, təkrar edəsən, söhbət eləməyəsən. Yəni, bu o deməkdir ki, yəni, hər vaxtın nə ki əməli layiqdir, o əməli edəsən. Bu gözəl vəsiyyətdir. Həmçinin Səhl ibn Abdullah ona görə deyir ki, rahiməhullah, "Vaqtuk əəzzul əşyə." Sənin vaxtın ən qiymətli şeyindir həyatda. "Fəşxilhu bi əəzzul əşyə." Odur ki, o vaxtı ən qiymətli şeyə sərf et. Yəni, sənin vaxtın bu dünyada ən qiymətli şeyindir. Və odur ki, o qiymətli şeyi ən qiymətli şeyə sərf et. Yəni, bu vaxtını, yəni ikinci, üçüncü dərəcə, yəni vaxtın qiymətlidirsə, ən səmərəli bir şeydirsə həyatda, yəni onu ikinci, üçüncü şeylərə sərf etmə. Hansı ki, onlar arxadadır. Nə ki, daha layiqdir səni etməyə, ona sərf et. Çünki vaxtın sənin ən qiymətli şeydir. Və sonra buyurur ki, rahiməhullah, وَاتْرُكْ مَا لَا يَعْنِيكَ مِنَ الْأَفْعَالِ وَالْأَقْوَالِ وَالْحَرَكَاتِ وَالسَّعِي. Bu da çox mühüm nəsiyyətdir. Vallahi bunu əməl etsək, bu nəsiyyəti, nə qədər xeyirlər nail olarıq. Və tərk et o əməli ki, o sözü ki, o hərəkəti ki, sənə aid deyil. Nəsiyyət edir şeyx, alim. Tərk et o sözü, əməli, o hərəkəti ki, o əməl sənə aid deyil. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, nəyə görə? Hədisə əsasən min husnil islamil mar tərkuhu mə lə ya'ni. Müsəlman kəsin gözəlliyi ondadır ki, ona aid olmayan şeylər tərk etsin. Sonra buyurur ki, rahiməhullah, aleykə bil ixlas. Nəsiyyət edirəm ki, ixlaslı olasan. وَلِزَنْ بِإِخْلَاسِ فِي جَمِيعَ فَعَالِكَ وَطَاعَاتِكَ وَتَصَرُّفَاتِكَ. Və ixlası bütün işlərində, təsərrüfatında, feillərində güd. Yəni, hər bir əməlində, sözündə ixlası güd. Yəni, qoy, elə bir vaxtın olmasın ki, elə bir sözün, elə bir əməlin o ixlassız qalıb, niyyətsiz qalıb. Ona görə sələflərdən biri deyərdi ki, mən istəyirəm ki, yeməyimdə də, içməyimdə də, oturmağımda da, duranda da, yatanda da niyyətim olsun. Yəni, niyyətimi düzəldim, mübah işləri çevirim ixlasa, yəni savab əldə edim. Deyir, bunu arzulayardım. Yəni,
Demək istəyir ki, Şeyx Rahiməhullah, elə bir vaxtın olmasın ki, o vaxt ixlassız qalıb. Niyyətsiz eləmirsən onu. Niyyətdən elə deyir. Hər bir şeydə ixlası güd. Əməlində, sözündə, hərəkətində. Və buyurur ki, nəyə görə? Çünki Allah Teala buyurur ki, وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُ اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ. Biz onlara əmr etdik ki, dini yalnız Allah'a məxsus edərək tutsunlar. Və bir kişi Ət-Təmim Əd-Dari radiyallahu anhuya rahiməllaha deyir ki, mə salatuqa bil-leyl. Sənin gecə namazlarından payın nədir? Yəni Təmim Əd-Daridən soruşur. Sənin gecə namazına payın nədir? Və qadibə qadəbən şədidə. Bu da şeyx alim hirslənir. Şiddətli dərəcədə. Thumma qal. Sonra deyir ki, Vallahu la raka'a usallihə fi cevfil leyl fi sirrin əhəbbu ilə mən usallil leyl kulləh. Vallahi deyir, gecənin ortasında bir rükət gizli namaz qılmağım bütün gecəni namaz qılıb sonra onu insanlara danışmağımdan daha üstündür. Yəni gecənin yəni sən məndən gəlib soruşsan ki, sənin gecə namazına payın nədir? Yəni bu heç soruşulası sualdır. Ona görə deyir ki, rahiməhullah, yəni mənim üçün bir rükət gecənin ortasında qıldığım namaz və onu sirdə saxlamağım xeyirlidir, bütün gecəni namaz qılıb sonra gəlib insanlara o namazı danışmağımdan. İxlası güdmək. Və sonra buyurur ki, rahiməhullah, وطالب نفسك بالصدق في إخلاصك في جميع تصرفاتك فإن كل حال خلا من الصدق فهو هباء. Güd deyir hər bir əməldə ixlası. Çünki o halın ki, ixlassız keçib, qiyamət günü olacaq toz dənəciyi. Yəni, boş verir onu. Yoxdur o sənin, o əməlin. O əməlin ki, keçib ixlassız, boş, orada ixlas olmuyor, sıdq. Niyyətin salamat olmayıb, o əməlin olacaq nə? Toz dənəciyi. 0, 0. Yəni, heç nə. Ona görə buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem İnnə sıdq yəhdi iləl bir. Sadiqli, ixlas, səmimiyyət aparır yaxşılığa. Və innəl bir yəhdi iləl cənnə. Bu yaxşılıq da hara aparır? Cənnətə aparır. Yəni bunun səmərəsinə bax. Və sonra insan sual versək, insan necə bilə bilər ki, ixlası düzəlir. Yəni ixlasımı müalicə edirəm. Yəni mən ixlaslıyam. Əlamətləri. Müəyyən əlamətləri var, qardaşlar. Alimlər sayıblar 10-dən 15 dənə, 20 dənə. Yəni, mühümdür. Bunlar səndə olsa, bir növ ümid olunur ki, əlamətləridir ixlasın. Məsələn, birincisi, mükəlləf olunan insan, qul, hamımız mükəlləf olunmuşuq. Bilməlidir ki, Allahın quludur. Qul ağasına xidmət edəndə əvəz istəmir. Yəni, hansı qul ağasına xidmət edəndə ona əvəz verilir? Heç bir. Və sən də qulsan və Rəbbinə xidmət edirsən, Allahın sənə ehsan etməyi, fəziləti və sənə niməti nədir? O xidmətin əvəzidir. Xidmətin əvəzi deyil. Allah tərəfindən sənə lütfdür. Ehsan, əvəz deyil, vallahi. Yəni, biz Allahın qullarıyıq. Və sən ixlaslı olmağını bilmək istəyirsənsə, etiqad et ki, Allahın qulusan və qul Rəbbinə xidmət edir, əvəzini almır. Rəbbi ona nemətlər verir, fəzilət, lütfü, ehsan, hamısı nədir? Allah tərəfindən sənə minnətdir. Əməlivin əvəzi deyil. Yəni, biz əməl edirik, Allah Teala bizə savab verir. Məgər əməlimizin əvəzidir. Əməlimizin əvəzinə qalsaydı, heç nə verilməməli idi bizə. Yəni, mən nə əməl edirsən ki, hələ bir əvəzini də istəyirsən. Yəni, verilirsə savab, birbaşa məhd deyirlər buna ərəbcə, Allahın sənə minnətidir. Fəzilətidir, lütfüdür, ehsanıdır sənə Allahın. Əməlin əvəzi deyil. İkincisi, ixlasın əlamətləri. Bil ki, yəni bu da birincə yaxındır, bil ki, Allahın sənə verdikləri hamısı, nə ki vermir sənə? Bil ki, Allah tərəfindən sənə, yəni müşahidə et ki,
Allah tərəfindən sənə ehsandır, əlavədir, əvəz deyil, qarşılıqlı deyil. Bax, buna etiqad etmək lazım mütləq, qardaşlar. Yəni, kimisə Allah qorusun, ağılına gəlsə ki, mənim etdiyim əməllərin əvəzidir, mənə verdi Allah Taala nemət, ruzi, filan. Nə badə? Allah tərəfindən fəzilətdir sənə. Minnətdir. Yəni, sən buna etiqad etməlisən. Üçüncüsü, əlaməti ixlasın, yıxda saxlayın. İnsan öz nəfsinin naqisliyini, yəni eybini bilməlidir. Yəni, daima sən öz nəfsivi alçatsan, aşağı görsən, naqis görsən, nəyin əlamətidir? Alimlər deyir, ixlasın. Çünki öz nəfsini yuxarı görən, alçatmayan, mənəm deyən, onda yoxdur ixlas. Bu deməkdir. Yəni, nə qədər ki, sən alçalırsan, nəfsini qınıyırsan, məzəmmətliysən, bir o qədər də ixlasın əlaməti çıxır üzə. Və sonra dördüncüsü əlaməti, ibadəti, Allaha etdiyin itaəti görsətməmək şərti ilə çoxaltmaq. Yəni, insanlara bildirməmək, yəni bəyan etməmək, görsətməmək şərti ilə ibadəti çoxaltmaq. Bu ixlasın əlamətidir. Yəni, kimdə olsa, ümid olunur ki, onda ixlas. Yəni, insan səmimidir. Beşincisi, təhqiq təzimullah, deyir alimlər. Allahı əzəmətləşdirməyi təhqiq etməlisən özündə. Və zəlik bi təhqiq təvhid və təabbud bi əsma'ihil husna və sifatihil ulya. Yəni, Allahın ad və sifətlərinlə ona ibadət etməlisən. Təzimullah. Yəni, insan Allahı necə əzəmətləşdirə bilər? İnsan Allahı necə əzəmətləşdirə bilər? Əgər onun sifətlərini və adlarını bilmirsə, əgər onun sifətləri və adlarıyla ibadət etmirsə, Allahı əzəmətləşdirmək mümkün deyil, qardaşlar. Yəni, insan bilməsə ki, Rəbbi həlimdir, həlim, vədud, kərim, afuf, bilməsə, nə bilsin, yazıq, miskin. Həlim, Allah Taala həlimdir. Yəni, həlim isminin mənası, yəni, Allah, o deməkdir ki, Allah Taala insanlar günah edəndə dərhal onlara cəza vermir. Allah Taala möhlət verir, bəlkə qayıtdı, həlimdir. Allah Taala həlimdir öz qullarına qarşı. Vallahi, əgər dərhal əzab veriləsi olsaydı bizə, günahlarımıza görə, yer üzündə adam qalardı, qalmazdı, məhv olardıq. Yəni, Allah həlimdir. Yəni, insan bilsə ki, Allah həlimdir, azimdir, qadirdir, kəbirdir, ali isimlərini Allahı əzəmətləşdirəcək ki, bu Allahın adıdır və bunun hər adın da nəyi var? Sifəti var. Hər addan sifət çıxır. Addısa Ər-Rahman, sifətur-Rahmə çıxır. Bunu əzbərləyin. Qaydadır. Əsma-i sifətdə qaydadır. Ad kimi sabit olubsa isim, onun sifəti var. Əl-Azim, əzəmətli olan, Allahın əzəmətli olmaq sifəti var. Aydındır? Əl-Qafur, sifətul-məğfirə. Məğfirət sifəti var Allahın. Amma hər sifətin adı var, hər sifətdən ad almaq olar, cavab, xeyr. Aydındır? Olmaz. Amma hər adın sifəti var. Sifət çıxır. Və insan necə əzəmətləşdirir Allahı? Onu tanımaqla. Bilməklə ki, Rəbbi vəduddur. Yəni, adları hamısı. Hamısını, yəni Allahın bütün adlarını öyrənmək lazım. Bütün və o adların təabbud, ibadət etmək lazımdır. Və onda əzəmətləşdirəcəksən. Və bu da ixlasın əlamətidir. İxlasın əlamətidir. Sonra buyurur ki, rahim alimlər, ölümü və ölüm əhvalını xatırlamaq. Bu da əlamətidir ixlasın. Təsəvvür elə, ixlasın əlamətidir, bizdə yoxdur. Yəni, ölümü xatırlayan var ki, öləcəksən. Yəni, bizim yaşayışımızdan bu görsənir ki, biz ölümü xatırlayırıq. Bizim şeyləri. Ölümü xatırlayan var bizdə. Yəni, bizdə səmimi olan var, o deməkdir. Yəni, ixlas, əlaməti. Allah qorusun, qardaşlar. Və bu əlamətidir. Mütləq fikir vermək lazımdır. Ölümü xatırlam, elə-belə deyilməyib ki, oxusaq sələflərin həyatını, sahabələrin, sələflərin, tabinlərin, gör necə xatırlayırlar ölümü. Qəbir qazıb, içinə girənlər var idi. Qəbir qazıb, içinə girənlər, yəni, özünü elə
təsəvvür etdirirdi ki, abu hava yaradırdı ki, özündə ki, bax sən bunu, sənə qarşı olunacaq abi bu. Girib çıxırdı. Yəni, yaşayırdı. Yəni, nəyinə dəlalətdir? Bilir öləcək ixlasın əlaməti idi. Bizdə yoxdur. Bizim yaşayışımızın tərzinə baxsaq, qiymət versək, bəlkə də xatırlayan yoxdur ölümü. Bəlkə də ölümü xatırlayan yoxdur. Sonra əlamətlərini ilhəh alallah bid-dua. Bu da çox mühümdür. İxlasın əlamətidir. Duada Allaha yalvarmaq. Yəni, duanı çox etmək. Dua etmək yox. Duanı çox edib yalvarmaq halına gətirmək. Yəni, sən zəlil oldun da, sındın. O qədər yalvardın ki, yəni, bu qədər yalvararlar. Bildin mi? Yəni, bu hala, Allaha yalvarırsan da, ondan da artıq dərəcədə yalvarmalısan. Və bu sənin ixlasına dəlalətdir. Yəni, zəlil olub, Allahın qarşısında səcdə edib sınsan, yalvarsan, ilhəf-i dua olsa, ixlasın əlamətidir. Yəni, səni bir dəfədən, 2 dəfədən niyə ayırmadın? Yəni, sən səmimisən, ixlaslısan, bilirsən nə deməkdir səcdə, bilirsən yalvarmaq nə deməkdir və bu da artıq nədir? İxlasın əlaməti. Və sonra, tədəbburul Qur'an əlamətidir. Qur'anı boş oxuyub ötmək yox. Kim ki Qur'anı tədəbbür edir, bu da əlamətidir. Qur'anı tədəbbür etmək, Allahın kəlamını tədəbbür etmək lazımdır. Boş-boşuna oxumaq lazım deyil. İnsan, vallahi, yəni insan oturub fikirləşəndə ki, yəni boş-boşa oxuyur, bilmir, başa düşmür ki, Rəbbi nə deyir orada və üstündən ötür və sonra danışır. Yəni, nədən danışırsan? Yəni, sən hələm Allahın kəlamının mənasını tuta bilmədin. Nə demək istəyir? Ona görə sələflərdən biri deyir ki, bir ayəni oxuyuram. Əgər bu ayənin mənasını bilməsəm, yəni bilməsə üstünə ötmürdü. Oxuyurdu elə namazda. Əgər deyir ki, ölənə qədər mənasını bilməsəydim, ölənə qədər bu ayəni oxuyacaqdım deyir. Hətta tutum orada görüm, nə demək istəyir Allah Taala. Bilirəm ki, Allahın kəlamıdır, boş yerə deməyib. Yəni, nəsə var orada. Tutamırdı, yəni ayəni tədəbbür edə bilmirdi və məcbur olub təkrarlayırdı. Və deyir ki, bu təkrardan sonra əgər ölənə qədər də vadar etsəydi ki, məni bir dənə bu ayəni təkrarlayım, edərdim deyir. Yəni, insan gör necə Allahın kəlamına, yəni Allahın kəlamını təzim edirdi. Və sonra əlamətlərindən, qardaşlar, insanlardan heç nə gözləməmək. Bu da çox mühümdür və böyük əlamətidir ixlasın. Yəni, əməl edəndə ona buna baxma ki, ağzına səs çox sağ ol işlətsin. Yəni, adam var, əməl eləyir. Zəncirad istəyir, yəni, ondan bundan tərif istəyir. Yəni, ürəyində, içərisində, qəlbində. Yəni, qəlbindən keçməsin, vallahi, yəni, lazım deyil. İnsanların tərifləməsi lazım deyil. İxlasın əlamətidir. Yəni, bir şey etsən, yaxşılıq, kiməsə kömək etsən, Allah üçün əməl, ibadət, yaxşılığını gütsən insanlarda, yaxşılığını umsan ki, səni tərifləsinlər, heç nə. Cəza, mükafat istəmə heç kimdən, insanlardan. Yəni, yəni, dəqiq bil də, qardaş, dəqiq bil, inan ki, yəni, bunun əvəzini verəcək Allah Taala. Sən insanlardan istəmə. Güya insan səni tərifləməkdən ki, çox sağ ol, qardaş, filan əməli, yəni, sənə təriflər versə, nə olacaq ki sənə? Kimin yanına qalxmaq istəyirdin ki? Allahın yanında lazımdır. Uzalmaq, Allahın yanında uzalmaq lazımdır. Bizdə yox. Bizdə insanlar, müəyyən insanların yanında fırlanır ki, onların gözündə biraz uca olsun. Bəladır. Sonra, itaəti gizlədib danışmamaq. İtaət etdiyin gizlədirsən, qardaş. İmkan daxilində danışmırsan onu. Kimə filan əməl etmişəm? Lazım deyil, lazım deyil. Əməli danışmaq lazım deyil, qardaşlar. Nə etmişsən? Yəni, incəlik haradadır? Niyə danışırsan ki? Kim üçün etmişdin ki, danışırsan? Əgər Allah üçün etmişdinizsə, niyə danışırsan ki? Burada da incəlik. Əgər əməl Allah üçün çıxıbsa səndən, danışmağıma səbəb nədir? Yəni, kiminsə
pay da var idi orada. O əməldə ki, sən onu qeyd et, danışdın. Heç kim pay olmasın gərək. Ona görə sahabələr, səhv etmirəmsə, Ömər ibn Xəttab radiyallahu anhu dua edir ki, Allahım əməlimdə heç kimə pay qoyma deyir. İxlası sənin üçün et. Yəni əməlimdən heç kimə qoy pay olmasın. Yəni kiminsə üçün qoy etməyim. Sırf sənin üçün et, ya Rəbbi deyir. Dua elə. وَجْعَلْ عَمَلِ خَالِسًا لِوَجْهِكْ deyir. Ömər ibn Xəttab radiyallahu anhu. Və bu da çox mühümdür. Güdmə heç insanlardan. Güdsün, bir növ nəyə oxşuyur? Heç sən onun üçün etmişdin də ondan istəyirsənsə. Buna oxşuyur. Bu da təhlükədir. Sonra vəsiyyət edirdi, əksir minəl istiğfar deyir, rahiməhullah. Vəsiyyət edir ki, istiğfarı çoxalt. Deyir, nə qədər günah edirsən, müxalif hərəkətlər edirsən, Quran sünnəyə, İslam dininə və bir o qədər də peşman ol, tövbə çox. Yəni peşman ol, tövbə et. Əstəğfirullah kəlməsini çoxalt. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, Ət-təib minəz-zəm kəmən lə zəmbələh. Günahdan tövbə edən sanki günah etməyib. Günahdan tövbə edən sanki tövbə, yəni günah etməyib. Günahdan tövbə edən sanki günah etməyib. Və sonra buyurur ki, rahimullah, İyyəkə və hubbu dünya. Dünyanı sevməkdən çəkin. Vəsiyyət edir. Bu da çox mühümdür. Dünyanı sevməkdən çəkin. Yəni sevgi salma bu dünyaya. Məhəbbət yəni göstərmə. Çünki deyir, nəyə görə? Yəni insan sual versə ki, niyə sevməyim ki bu dünyanı? Səni nədən məşğul edir? Axirəti əldə etməkdən. Axirət üçün əməl etməkdən səni məşğul edir. Dünyanı sevmək. Allah Teala dünyanı sevməmək üçün deyir, ayələr deyir. Yəni ki, bu dünyayı bel bağlama sən deyir. Buyurur ki, Allah Tebaraka ve Teala İ'lemû ennemel hayâtud dünya la'ibun ve lahu ve zînetun ve tefâkhur beynekum ve tekâthur fil emvâli vel evlâd. Dünya həyatı bil ki, əyləncədir, oyuncaq, bir-birinizin arasında mal çoxaldıb, fəxr etməkdən ibarət. Yəni, bundan ibarətdir. Dünya həyatı. Mahiyyətidir bu. Gəldin, var dövlət yığdın, əyləndin, sevindin, yəni, digərindən, yəni, mübarizə apardın ki, hansımızın malı çoxdur, bundan ibarətdir. Deyir Allah Tebaraka ve Teala. Ve aleyke bi suhbeti zuhad fi dunya ve muhalatatu salihine ve raqibine fil ahira. Ve odur ki deyir, dünya həyatından uzaq olanlar zahidlərlə ünsiyyət qur. Çünki onlar səni buna kömək eləyir ki, sən dünyanı sevməyəsən. Nə qədər ki imkanlı insanlarla, dünyaya bağlı olan insanlarla yoldaşlıq edəcəksən, bir o qədər də səni dünyanı sevdirəcək sənə. Nə qədər ki zahidlərlə, yəni dünya həyatına bel bağlamayanlardan, yəni bərbəzəyə aldanmayanlardan yoldaşlıq edəcəksən, bir o qədər də axirəti sevəcəksən. Və sonra deyir Allah Teala bunu aqibətini, yəni iki evin aqibətini, bu dünya və axirət. Buyurur ki Allah Tebaraka ve Teala Men kana yuridul acilete accelna lehu fiha ma neşâ'u limen nurid thumma cealna lehu cehenneme yaslaha mezmumen medhura. Hər kim bu gəldi gedər dünyanı istəyərsə, birinci Allah Teala bu dünyanı misal çəkir. Kim bu dünyanı istəyərsə, biz ona bu dünyanın bərbəzəyini verərik. İstədiyimizə istədiyi bərbəzəyi yəni verərik və sonra onu cəhənnəm odunda yandırarıq. Və mən əradəl əxirə və hər kim axirəti istəyərsə və sə'a ləhə sə'yəhə və ona səy göstərərsə, cəhd edərsə və huvə mümin, mömin olduğu halda fəuləikə kənə sə'yuhum məşkura. Onların bu səyi, bu cəhdi məmuniyyətlə deyir, qəbul olunar deyir. Yəni boşa çıxmaz. Yəni iki həyat var. Ya bu həyatı istəyəcəksən, bu dünyanı Allah Tebaraka ve Teala deyir ki, o dünyanın bərbəzəyini verəcək ona və onu qiyamət günü atacaq cəhənnəmə. Yox, əgər axirəti istəyəcəksənsə, Allah Teala sənin axirəti istədiyinə görə sənin səivi, cəhdivi boşa buraxmayacaq.
İki həyat var. Bax, hansını istəyirsən. Və sonra buyurur ki, bu dünyadan kifayət qədər olanı al. Yəni, nə qədər ki, sənə bu dünyadan kifayət edir, onunla kifayətlən. Çox istəmək, yəni, kifayətdən artıq istəyirəm mən. Yəni, artıq şeylər istəmək deyir. Yəni, səni deyir, axirət diyarından, yəni, daha doğrusu Allahı zikr etməkdə, ibadət etməkdə yayındırır deyir. Həqiqətən də elədir. Həqiqətən də, yəni, dünya malına tab gətirməyən insanlar var. Kim bir dənə misal çəkər ki, filankəs varı var, dövləti var və itaət eləyir. Necə lazımdır? Yox. Tab gətirmək olmur, qardaşlar. Çox çətindir. Yəni, onun nəyə görə? Çünki ibadət hissəsi məhz odur. Yəni, söhbət bundan gedir ki, var sən hər şeyə qadir, yəni hər şey vəsaitlərin var, malın var, imkanın var və günahları eləmək sənin əlində heç nədir. Yəni, indi bu saat, yəni imkan olanda, yəni var dövlət çox olanda günah etmək də asandır. Adam var deyir, mənim imkanım yoxdur, eləmirəm günah. Deyir, mənim imkan yoxdur, eləmirəm. Amma adam, yəni bu hara, yoxsa imkan var səndə günah eləməyə və onda eləmirsən. Yəni, buna tab gətirmək ağırdır. Yəni, var dövlətə tab gətirmək ağırdır. Ona görə nadir insanlar olur, barmaqla sayarsan ki, hər şey var, amma o, eyni anda Allaha itaəti buraxmır. Çox nadir hallarda olur bunlar. Və sonra buyurur ki, rahiməhullah, və ati' valideyk fə innəlləhə tealə qarana haqqahuma bihaqqihi. Valideyni və hörmət et. Çünki bu da çox mühüm nəsiyyətdir, qardaşlar. Yaddan çıxıb. Çünki Allah təbarəkə və teala onların vəsiyyətini, daha doğrusu onları haqqını öz haqqınla bərabər zikr etmişdi. Buyurur ki, ənişqurli və li valideyk. Mənə və valideyni və şükür et. Mənə və valideyni və təşəkkür et. Allah Teala onların haqqını özünün haqqı ilə yanaşı zikr etmişdir. Və Peyğəmbər sallallahu aleyhi ve sellemlə soruşanda ki, ya Resulallah, mən əbər kimə daha çox yaxşılıq edim? Deyir Peyğəmbər sallallahu aleyhi ve sellem, ümmək, sümmə ümmək, sümmə ümmək, sümmə əbək. 3 dəfə deyir, anan, sonra atan. Summəl əqrab fəl əqrab, sonra daha kim ki, yaxında onlara. Yəni, dəlalət edir ki, yəni, valideynlərin haqqını vermək lazımdır. Sonra buyurur ki, və əkrim ciranik, qonşuva ikram et. Qonşuva ikram et. Yəni, yaxşılıq et. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mə zələ yusini Cibril bilcar, həttə zanantu ənəhu səyuvarrithuhu. Cibrail aleyhisselam mənə o qədər qonşudan danışdı ki, elə bildim ki, vərislikdən ona da pay düşür. Yəni, o qədər yəni, insan ona hörmət etməli, yaxşılıq etməli, ehsan etməlidir. Və buyurur ki, rahiməhullah, və əin mən yəstəini bik, fə innə nəbi sallallahu aleyhi ve sellem qal, kim ki, səndən kömək istəyir, yardım istəyir, ona kömək et. Vəsiyyət edir şey. Nəyə görə? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, vallahu fi aunil abd mə kənəl abdu fi auni əxihi. Allah Teala o insanın köməyindədir, o insan nə qədər ki, qardaşının köməyindədir. Yəni, nə qədər qardaşıva kömək edəcəksən, bir o qədər də Allah sənin köməyindədir. Və ona görə deyir ki, və bunu nəsiyyət edirəm sənə ki, yaxşılıq elə. Və sonra və şəvir umurəkəl-ləzīnə yaxşəvnə rabbəhum bil-qeyb və mən yəttəqilləhə bidinihi və mənətihi. Bu da çox mühümdür. Dünya həyatında müşavirə etmək istəyəndə, yəni götür-qoy etmək istəmirsən hansısa işi. Bu işi deyir, Allahdan qorxanlardan elə. Ki onlar qeybdə qorxurlar Allahdan. Təqvalıdırlar və əmanətə xəyanət etməzlər. Onlarla müşavirə elə. Bizdə yox. Bizdə müşavirə olanda salihlər, təqva əhli qalır kənarda. Kimin imkanı çoxdur ki? Kimin imkanı çoxdur? Yaxınlaşırıq onunla müşavirə edirik. Kimin adı sanı, şan şöhrəti çoxdur? Yaxınlaşırıq ona. Bu da
Çox mühüm nəsiyyətdir vallahi. Müşavirə edəndə Allahdan qorxub təqvalı olanlar da müşavirə et. Və müşavirə etdikdən sonra fətəvəkkəl aləllah vahdə. Tək Allaha bel bağla. Müşavirə etdin, insanlara yox. Qırıl insanlardan. Uzaq ol. Tək Allaha təvəkkül et. Fəizə əzəmt fətəvəkkəl aləllah. İnnəllaha yuhibbul mütəvəkkilin. Əgər qəti qərar verdikdə müşavirədən sonra Allaha təvəkkül et. Çünki Allah təvəkkül edənləri sevir. Və sonra buyurur rahiməhullah. Və sun nəfsək və sum'ak anil istima' iləl kəzib vəl qeybə vəl buhdən vəl fudul. Qulaqlarını qeybətdən, nəmmamlıqdan, yalandan qoru. Nəsiyyət edir. Əmanətdir. Verib Allah təbaraka və teala. Gedib bütün günü televizora baxmaqdan, musiqini dinləməkdən qoru. Söyüş eşitməkdən cahillərdən qoru. Allah təbaraka və teala deyir ayədə İsra surəsində: İnnə səmə vəl basar vəl fuad, qəlb, göz, qulaq, kullun ulaik, bunların hamısı kənə anhu məs'ulə, məsuliyyət daşıyır, soruşulacaqlar. Odur ki, bir halda ki soruşulacaq səndən qoru. İmam Əhməd nəql olunur ki, rahiməhullah, qarşısından xristiyan ötəndə gözlərini bağlayırdı ki görməyim. Rəbbi soruşanda qiyamət gün hara baxdım? Qorxurdu. Sahabələrinə kimsə danışanda qulaqlarını tuturdu. Pis deyərlər, bir də eşidərəm. Nə eşitdin sən? Gör, insanlar necə öz əzalarını məhsuliyyət hiss edib qoruyurdular. Bizdə yox. Bizdə harada ki xeyir var, qulaqlarımızı, gözlərimizi oradan uzaq edirik. Harada ki şər var, elə oradasan. Elə oradayıq biz hamımız. Yəni buna riayət eləmək lazım, qardaşlar. Bu çox mühüm. Allah təbaraka və teala elə belə işlətməyib ayəni ki, bunlar məhsuliyyət daşıyır, soruşulacaqlar. Və sonra buyurur ki, rahiməhullah, və ədmini tövbə fi kulli vaxti mə'a nəfsik. Hər vaxtda öz nəfsi və tövbəni əmr et. Yəni, tövbəsiz qoy günün olmasın. Tövbəsiz gün keçirməyəsən həyatda. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ya yuhənnəs, ey insanlar, tubu ilallah, Allaha tövbə edin, fə inni ətubu fil yevm ileyhi mi'ətə marra. Çünki mən deyir, Allaha gün ərzində 100 dəfə tövbə edirəm deyir. Siz də edin deyir. Yəni, elə günün olmasın ki, tövbəsiz buraxasan o günü, olmasın. Yəni, insan, bilmir, qardaşlar, haçan öləcək. Bilmədiyi üçün haçan öləcək, odur ki, nəfsini lazım etməlidir ki, hər vaxt etsin. Bilmir. Allah təbaraka və teala deyir, yoxsa o kəndin əhalisi bizim əzabımızdan əmin oldular ki, elə hesab etdilər ki, yatdıqları halda onlara əzab gələ bilməz. Yoxsa, deyir, onlar deyir, yəni əylənirdilər gündüz vaxtı, səhər və belə hesab edirdilər ki, bizə əzab gəlməz. Onlar Allahın məkrindən əmin oldular. Allahın məkrindən əmin olmaq olmaz. Ki, vallahi, yəni insan bəzən allanır, cavanam deyir. Cavan. Sənin kimi o qədər cavanlar olub, yatıb qalxmayıb. Yəni, əgər iş belədirsə, lazım deyir, yəni, ağlıva bu gəlsin. Cavanam, sıhhətimli, yaxşıdır, sabah o birisi, yox, qardaş, belə deyil, vallahi, yox. Yəni, sən dəqiq etiqad elə ki, buradan çıxıb, yəni, əcəl verməyib Allah subhanət hala vaxtı. Deməyib vaxtı. Yəni, iş belədirsə, ağıllı insan nə etməlidir? Ağıllı insan vaxtının tövbəsiz bıraxmamalıdır. İnsan özü bəzən hiss edir, bilir ki, haçan tövbəlidir və haçan tövbəli deyil. Və çalış ki, özünü tövbəli olmadığın vaxtda saxlama. Çünki o vaxt canını alsa, tövbəsiz ölsən, ağır olacaq işin. Yəni,
Bəzən də cavanlar, ümumiyyətlə insanlar, yəni günahlarının çox olmasına görə, yəni yaşayış mühitinə görə tövbə etmək unudublar. Ələm ya'ləmu ənəlləhə huvə yəqbəlu tövbətə an abdihi. Allah Teala Təbaraka və Teala buyurur ki, məgər onlar bilmirlər ki, Allah öz qullarının tövbəsini qəbul edir. Yəni, məgər sən bilmirsən ki, Allah Subhanahu və Teala tövbə etsə qəbul edir? Ayədir. Həmçinin buyurur Allah Təbaraka və Teala فَمَنْ تَابَ مِنْ بَعْضُ ظُلْمِهِ وَأَصْلَحْ فَإِنَّ اللّٰهَ يَتُوبُ عَلَيْهِ. Hər kim zülm edib, zülmdən sonra zülm etdin, kimə, özüvə, öz nəfsivə zülmkar oldunsa, ondan sonra islah olunub tövbə etsən, فَإِنَّ اللّٰهَ يَتُوبُ عَلَيْهِ. Allah onun tövbəsini qəbul edir, deyir Allah Teala. Yəni sən narahat olma ki, yəni vallahi bəzən insanı aparır küfrə, etiqadı ki, yəni sən insana soruşanda ki, niyə tövbə etmirsən? Deyir, günahım o qədərdir ki, deyir. Yəni mən bu halda bağışlanmağımı ümid etmirəm. Ya Allah Teala çağırır, qul ya ibadiyyəl-ləzīnə əsrəfu alə ənfusihim lə təqnatu min rəhmətillah. De ki, ey qullarım, hansı qullarım? Öz nəfslərinə zülm etməkdə davam edən qullarıma de ki, Allahın rəhmətindən ümidsiz olmasınlar. İnnəlləhə yəğfiruz-zunubə cəmi'a. Allah Teala bütün günahları bağışlayır. İnnəhu huvəl-ğafurur-rahim. Və sonra buyurur rahiməhullah, Aleykə bi zikrillah. Aleykə bi zikrillah. Sənə deyir, vəsiyyət edirəm ki, Allahı zikr edəsən daima. Çünki nəyə görə? Yəni, zikrə, yüngül baxmaq zikrə. Allah Teala deyir öz mübarək kitabında fəzkurni əzkurkum. Məni xatırla, mən də səni xatırlayım. Yəni, Allahın səni xatırlaması nəyə bağlı? Sən onu xatırla. Necə xatırla? Gecə gündüz zikr elə də. Yəni, mənası odur. Fəzkurni, məni xatırla. Yəni, oturanda, duranda, yatanda, yiyəndə, hər bir halında xatırla, əzkurkum, mən də səni xatırlayım. Yəni, Allah Teala səni xatırlasa, yəni, sənə bir zərər toxunarmı? Yox. Yəni, qəm qüssə içində olanda, sıxıntıda olanda, yəni, onu bunu axtarmaqdansa, yəni, kimisə axtarıb rahatlaşmaqdansa, Allah Teala gedib bizə, ələ bi zikrilləhi tətməinnul qulub. Bil ki, zikirlə qəlblər rahatlaşır. Ora-bura getmək lazım deyil. Kiməsə zəng eləmək lazım deyil. Ələ bi zikrilləh, bil və agah ol ki, qəlblər rahatlıq tapır zikirlə. Zikir etməyib başqa şeydə rahatlıq axtarsan, tapmayacaqsan. Allah da əmr edib öz kitabında. Vazkur rabbəkə kəsira. Ayə. Rəbbini çox zikr et. Nə çox? Biz etmirik heç. Etmirik. Müsəlmanlar zikr etmir. Yəni, baxsaq, günün əvvəlindən axşama kimi. Danışıqların sayına baxsaq və içində zikr axtarsan, yoxdur. Zikr yoxdur. Bir dənə, iki dənə, milyon dənə danışmaqların yanında. Yəni, nədən danışırsan? Yəni, nəyi qoyub, nə axtarırıq? Vazkur rabbəkə kəsira, deyir Allah da, Rəbbini çox zikr et. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Rəbbin, yəni, Allahdan rivayət edir. Yəni, qüdsi hədisdir. Buyurur Allah təbarəkə və teala və ənə mə'ahu izə zəkərəni. Mən qulumlayam, əgər məni xatırlasa. Yəni, Allah səninlədir. Allah səninlədir, əgər onu xatırlasan. Fə in zəkərəni fi nəfsihi, zəkərtuhu fi nəfsi. Əgər məni öz nəfsində zikr edərsə, mən də onu öz nəfsimdə zikr edərəm. Allah deyir. Qüdsi hədisdə. Yəni, yüngül baxılası məsələ deyil. Və in zəkərəni fi mələin, zəkərtuhu fi mələin xeyrin minhum. Əgər məni bir toplum içərisində zikr edərsə, mən onu ondan da xeyirli toplum içərisində zikr edərəm. Ona görə Bahaq rahiməllah sonuncu vəsiyyətində buyurur ki, gülməyi azalt. Gülməyi azalt. Çünki rivayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, فَإِنَّ كَثْرَةَ الضَّحِكِ تُمِيتُ الْقَلْبِ.
Çünki çox gülmək qəlbi öldürür. Sonra buyurur ki, sonda rahiməhullah وَعْلَمْ أَنَّكَ لَا تَصِلْ إِلَى شَيْءٍ مِمَّا ذَكَرْتُهُ لَكْ إِلَّا بِتَوْفِيقِ اللّٰهِ Bil ki, bu sənə zikr etdiklərim var ha. Nə qədər vəsiyyət, xeyr əməllər, bunlara Allahın müvəffəqiyyəti olmasa çata bilmərsən. Yəni, ağlıma gəlməsin ki, mənli idi də, eləyəcəm. Bəzi nə deyir, mənli idi də. Yox, Allahın müvəffəqiyyəti olmalıdır sənə. Tevfiq illah. Mütləq. Allah Teala da baxır sənin qəlbivə. Və Allah Teala baxır, nə istəyirsən, qəlbivə baxır, səmimi sənsə verir. Yox, səmimi deyilsənsə, vermir. Həmçə elmdə hər şey elədir, qardaş. Yəni, Allah Teala bilir səni, tanıyır səni. Ki, sən bunu istəməkdən, elmə nail olmaqdan nə istəyirsən? Gedib nə oyunlardan çıxmaq istəyirsən? Və həmçinin bilirsən ki, sən elm istəməkdən Allahdan, sən dəvəti, insanları islah etməyi güdürsən və verir sənə ilmi Allah təbaraka və teala. Yəni, səmimi olsan. Yəni, indi biraz çətindir. İndi niyyəti düzəltmək olmur, qardaşlar. Çox çətindir. Yəni, idarə etmək olmur. O ki, qaldı elmdə. Adi, xırda məsələlərdə niyyəti idarə etmək çətindir. Görsən, elm tələb edəndə, yəni indi o qədər insanlar çıxıb, o qədər fitnələr böyüyüb, indi fitnələr vaxtıdır. Mən daim deyirəm, qardaşlar, oturan ayaq üstə dayanandan üstündür. Oturan ayaq üstə dayanandan üstündür. Gərək fitnələrə baş qoşmayasan, öz işinlə məşğul olasan. Budur xeyrin əlaməti. Bütün alimlər bunu nəsiyyət edir ki, xeyrin əlaməti öz işlərindən məşğul olmaqdır. Yəni, elm tələb edirsənsə, yəni, ilk növbədə ixlasdır, ixlası düzəltməlisən. İxlası düzəldəndən sonra əməllər var. Yəni, ixlası düzəltməmiş o əməllərə keçmək olmur. Bəzisi, yəni, bu var deyə, yəni tənbih edirəm, bəzisi həvəslə öyrənir məsələləri. Deyir, mənim xoşuma gəlir hədis elmi. İstəyirəm onu oxuyam. Biraz riyaziyyatda yaxşı oxumuşam. Misal üçün, hansısa fənni, mən biraz zəkalıyam, dərrakəm var, hədis elmin həvəsim var. Fikir həvəsim var. Həvəsdən olmur, qardaşlar. Adam var, deyir, mən dil, lüğət xəstəsiyəm. Gedir ona arxasınca. Lüğətin. Və bir də ayılır ki, 10 ildir bunun içindəyəm, əqidəni bilmirəm. Öləndə həlak olur. Düzgün əqidə üzərində ölmür. Yəni, nə ki, əvlədir sənə, sən onunla məşğul ol. Nəfsinin payını qoy kənara. Mən ləzzət edir, filan eləyim. Mən xoşuma gəlir. O hələ nəfsi istəyindən kənara çıxa bilməyib o insan. Nə ki, əvlədir, nə ki, şəriət sənə birinci əmr edib ki, birinci bu olmalıdır. Bu olsun qoy. Sənin nəfsini istəyi yox. Sən çox şey istəyərsən. Sən elə şey istəyərsən ki, nə olsun ki? Mən də çox şey istəyirəm. Yəni, səni istəməyin, onu istəməyi lazım deyil. Allah və Rasulü, Quran, sünnə. Birinci, ikinci, hansı gəlir? Yəni, tərtibatı Quran, sünnə qoyur. Hansı elm sənə daha vacibdir? Bax, onu öyrənsən. Sonra tərtiblə. Yaxşı qardaşlar, yəni bu qısa, yəni nəsiyyətim idi. Daha doğrusu şeyxin nəsiyyəti idi, oxuduq. Və Allahdan istəyirəm ki, ümumiyyətlə bizi alimlərdən eşidib faydalanlardan etsin. Həqiqətən Allah Teala buna qadirdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.